Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vedde kesirun min ehlil kitabi lev yeruddunekum min ba'di imanikum kuffaren haseden min indi enfusihim min ba'di ma tebeyyene lehumul hak. Fa'fu vesfahu hatta ye'tiyallahu bi emrih innallaha ala kulli şeyin qadir. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Bəqərə surəsinin 109-cu ayəsinin qısa təfsiridir. İlk öncə bu ayədə keçən bəzi lüğətləri siz əzizlərin nəzərinə çatdırıram. Əlbəttə ilk öncə bu ayənin mənasına bir nəzər salaq, zahiri mənasına. Allah Teala bu ayədə belə buyurur: "Vəddə kəsirun min əhlil kitab." Bu əhli kitabdan bir çoxu belə arzu edib istəyirlər ki, "Ləv yeruddunakum min ba'di imanikum kuffaran." Siz iman gətirdikdən sonra sizləri qaytarsınlar, kafir eləsinlər. Yəni siz mömin olduqdan sonra istəyirlər ki, siz elə o küfrə, bütpərəstliyə qaydasınız. Nə üçün? Həsədən min indi ənfusihim. Bunlar sizə həsəd edirlər. Siz iman nemətinə sahib olmusunuz, bunların paxıllığı tutur. Min bə'di ma təbəyyənə ləhumul haqq, bir halda ki, haqq da onlar üçün açıq aydın olub. Yəni haqq onlara aşkar olduqdan sonra ki, peyğəmbər haqqıdır, möminlərin iman gətirməyi, peyğəmbəri təsdiq etməyi haqqıdır. Bunlar yenə də istəyirlər ki, siz müsəlmanlar mömin olduqdan sonra kafir olasınız. Fəfu vəsfəhu, ey müsəlmanlar, ey möminlər, bunlardan keçin, bunları əfv edin. Hətta yətiyəllahu bi əmri. Siz onların bu həsədinin müqabilində, bu istəklərin müqabilində əksil əməl göstərməyin. Ta o vaxta qədər ki, Allahın əmri gəlsin, Allah öz əmrini gətirsin. İnnəllaha əla kulli şeyin qədir. Həqiqətən Allah Teala bütün şeyə qüdrəti vardır. Bu ayənin zahiri mənası. Bu ayədə keçən bir lüğət həsəd kəlməsidir ki, biz paxıl mənasında istifadə elədik. Əlbəttə ərəb dilində bir bəxil var, bir həsəd var. Orada ərəb dilində bəxil, yəni xəsis mənasında. Yəni özündə malı, mülkü vardı, özü istifadə edir, başqasına vermir. Bəxilin mənası budur ərəb dilində. Biz ona xəsis deyirik. Amma ərəb dilində bir kəlmə də var, həsəddir ki, biz paxıllıq məna edirik. Həsədin lüğətdə mənası belədir. Buyur ki, iradətu zəvali ni'mətil məhsudi ileyh əv kərahətin ni'mə əllətuhu və fiha. Buyur ki, həsəd budur ki, o şəxsi ki, sən ona həsəd edirsən, onun əlində olan nemətin aradan getməyini istəyirsən. Məsələn, biri xüsusi bir elmə, xüsusi bir kamala malikdir, bir vəzifəyə çatıb. Mənim əgər ona həsədim varsa, yəni o çatdığı nemət ki var da, ona bir nemət yetişmişdir. Məsələn, vəzifə neməti, nə bilim, elm neməti, kitab neməti, maşın neməti, ev neməti. Mən əgər həsəd edərəmsə, yəni istəyirəm ki, bu nemətlər onun əlindən çıxsın, əlində qalmasın. Bu bir mənadır. Bu ki, vəqad yakunu təmənna zəvalı ni'mətil qeyri həsədən və in ləm yetmə'il hasid fi təhəvvülü tilkən ni'məti ileyhi. Bəzilər deyirlər ki, həsəddə bu nöqtədə vardır. O həsəd, bir nəfərə ki, insan həsəd edir, onda olan nemətin aradan gedməyini istəyir, belə ki, o nemət ondan getsin və mənə gəlsin, o həsəd edən şəxsə gəlsin. Amma bəzilər deyir ki, xeyr. O həsəd eləyən şəxs belədir ki, hətta o nemətin özünə də çatmağını istəmir. Önəmli olan budur ki, bu nemət onda olmasın. İndi bunun özündə də olsun ya olmasın, önəmli deyil. Həqiqətdə bəzən belə deyirlər ki, həsud əduvvun nemə. Həsəd eləyən şəxs o nemətin düşmənidir. Qonşusuna bir nemət çatıb, niyə buna çatdı? Qardaşına, bacısına Allah göstərməsin ki, insan öz ətrafında olan insanlara həsəd eləsin. Amma bunun müqabilində bir qibtə kəlməsi vardır ki, fəhiyyə ən yuradə mislün neymə əlləti fiyyə əl-qeyr. Buyurur ki, qibtə, biz qibtə etmək kimi tərcümə edirik. Qibtə budur ki,
İstəyirsən bir nəfər hər hansı bir gözəl bir nemətə çatıbsa, arzu edirsən ki, ona yetişən nemət mənə də çatsın. Bunun heç irad işğalı yoxdur. Başqalarının elmi var, mən istəyirəm mən də elmli olam. Başqalarının maşını var, mən istəyirəm ki, onların da maşını vardı. Eyni zamanda kaş mənim də maşınım olurdu, mənim də onun kimi evim olurdu. Bu qibtədir, bu qibtənin heç irad işğalı yoxdur. Bu həsəd kəlməsinin mənası digər bir kəlmə fəfu və səfəhu kəlməsidir. Əf və səf kəlməsi hər ikisinin mənası demək olar ki, eynidir. Yəni bir nəfər sənə qarşı hər hansı bir günah işlədib, sən onu bağışlayırsan. Burada əf kəlməsindən də istifadə olunur, səf kəlməsindən də istifadə olunur. Bəzən ət-təcavüz ənizən günahdan keçmə kimi də məna olunur. Bu ayədə keçən lüğətlərin mənası. Bu ayənin şə'ni nüzul barəsində çoxlu məsələlərə işarə olunub. Allah Taala bu ayədəki ad aparır. Vəddə kəthirun min əhlil kitab. Əhli kitablardan bir çoxu istəyirlər ki, siz iman gətirdikdən sonra sizi qaytarsınlar əvvəlki küfrünüzə, bütpərəstliyinizə. Deyirlər ki, bəziləri buyururlar ki, Huyey İbn Əxtəb barəsində nazil olub, bəziləri də ki, Kəb İbn Əşrəf barəsində nazil olub, bəziləri buyururlar ki, ümumiyyətlə Yahudilər barəsində nazil olub ki, elə Yahudilərin arzuları bu idi ki, müsəlmanlar, o Məkkədə yaşayanlar, Mədinədə yaşayan o müsəlman olmasınlar. Çünki onlar mömin olmaqla Peyğəmbərin necə deyərlər, hakimiyyəti, qüdrəti böyüyürdü. Yahudilər də bunu istəmirdi. Hər halda şə'n-i nüzulu barəsində müxtəlif versiyalar vardı. Amma bu ayənin mənası bu ki, Sümmə əxbərəllah subhan ən sərairil yəhud. Allah Taala bu ayədə Yahudilərin o içində, o batinində gizlətdiyi o məsələlərdən, kin və küdurətdən, o düşmənçilikdən belə xəbər verir. Vəddə, ey təmənna. Vəddə burada istəmək mənasında olsa da arzu kimi məna olunur. Bu ki, ey təmənna kəthirun min əhlil kitab. Əhli kitablardan bir çox istəyir. O çoxları kimdir? Huyey ibn Əxdəb ya Kəb ibn Əşrəf ya digər yəhudilər. Onların arzusu budur ki, ləv yəruddunakum ya məşərəl müminin. Onlar arzu edirlər ki, sizləri qaytarsınlar, ey möminlərin toplumu. Qaytarsınlar min bə'di imanikum. Yəni siz mömin olduqdan sonra sizləri qaytarsınlar nəyə? Kuffarən. Möminləri kafir olmağı istəyirlər. Yəni o istəyirlər ki, möminlər kafirliyə qayıtsınlar. Nə üçün? Həsədən minhum. Buna deyirlər məf'ulun ləhdir. Yəni onlara bunun istəməklərinin səbəbi, bu arzularının səbəbi onlarda olan həsəddir. Bima əəddəllahu ləkum minəs-səvab vəl-xeyr. Siz ki mömin oldunuz, Allah Taala bu imanın müqabilində sizə savab verəcək, sizə əcr verəcək, bu dünyada sizə izzət, şərəf verəcək. Bu nemətlərdir siz üçün. Onlar da həsəd edirlər, yəni bu nemətlərin sizə çatmasını istəmirlər. Nə üçün burada deyir, kəsirun min əhlil kitab, əhli kitabdan, bu yəhudilərdən bir çoxu, deyir, məlumdur, lənnəhu innəmə amənə minhum qəlil. Çünki az yəhudilərdən çox az bir hissəsi iman gətirmişdilər. Çoxları iman gətirmədi. O az olanlara da Əbdullah ibn Səlam, Kəbi Əhbar və digərlərini misal vurmaq olar ki, onlar zahirdə mömin olmuşdular. Əlbəttə, bəzilərində buyururlar ki, İnnəmə həsədəl yəhud əl-musliminə əla vəz'in nubuvvəti fihim və zihabihə ənhum. Bəzilərdə buyururlar ki, Yahudilərin müsəlmanlara həsəd etməyinin səbəbi buydu ki, Peyğəmbər onların içindən seçilmişdir. Çünki onlar gözləyirdilər ki, axirət zamanda olan Peyğəmbər Yahudilərin içindən seçilsin. Amma belə olmadı. Müsəlmanların içindən, yəni bütpərəstlər ki, Məkkədə yaşayırdılar ki, onların içərisindən seçildi və nübüvvət məqamı artıq onlardan getdi və riyasət onlara çatmadı. Min indi ənfusim. Min bə'di ma təbəyyənə ləhumul haqq, yəni haqq onlara bəyan olduğundan sonra. Ey bə'də ma təbəyyənə ləhum ənnə Muhammədən Rasulullah. Yəni onlar üçün aşkar olmuşdu ki, Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Allahın rəsuludur. Vəli İslam dinullah. İslam da haqq olan Allahın dinidir ki, insanlar üçün göndərilmişdir. Açıq aydın olduqdan sonra yenə də istəyirlər ki, siz
imanınızdan, İslamınızdan əl götürəsiniz, bütpərəst və kafir olasınız. Allah Teala bu ki, fəfu vəsfəhu, ey təcavəzə ənhum. Onların bu həsədindən, bu düşmənçiliyindən siz keçin. Onlara əhəmiyyət verməyin. Onları əfv edin. Hətta yətiyəllahu bi əmri. Ta o vaxta qədər ki, Allah Teala öz əmrini bu kin-küdurətli, həsud olan yəhudilər barəsində öz əmrini sadir eləsin, öz əmrini göndərsin. O əmr nədir? Bəziləri buyururlar ki, bu ayədir ki, qatilul-ləzinə la yu'minun. Ki Allah Teala Quranda bir ayə nazil elədi bir müddətdən sonra ki, artıq o şəxslər ki, iman gətirmədilər və müsəlmanlarla düşmənçilik edirlər, o Xeybərdə yaşayan yəhudilər kimi, ayə gəldi ki, əmr bu idi ki, mömin olmayanlarla cihad edin. O cihad əmri gələnə qədər siz onlara əhəmiyyət verməyin. İnnəllaha əla kulli şeyin qədir. Həqiqətən Allah Teala bütün şeylərə qadirdir. Yəni Allah Teala'nın qüdrəti vardır. Siz onlara əhəmiyyət verməyin. Allah Teala'nın əmri gələnə qədər siz onların necə deyirlər, bu günahından, bu həsədindən keçin, onlarla müharibə etməyin ta Allah Teala öz əmrini gətirsin. Və bunu da bilin ki, Allah Teala qadirdir bütün şeylərə, o cümlədən əla iqabihim. Allah Teala özü eləyə bilər, onları cəzalandırsın. İzhu və əla kulli şeyin qədir. Çünki Allah Teala bütün şeylərə qüdrəti vardır. Eyni zamanda onları da məhv və nabud eləməyə qüdrəti çatır. Siz onlara əhəmiyyət verməyin. Bu da 109-cu ayənin qısa təfsiri idi ki, siz əzizlərin nəzərinə çatdırdım. Sallallahu alə seyyidina Muhammed və alihi tahirin.